Elşadoğlu Quluzadə, ucada olanlar. Onun haqqında məlumat toplamağa çalışıram. Müxtəlif xəbərləri oxuyuram. Azərbaycan Silahlı Qüvvələrinin əskəri, 2-ci Qarabağ Savaşının şəhidi. Torpaq azadlığı, ərazi bütövlüyü uğrunda savaşmaq, şəhid olmaq qürur vericidir. Həm də ağrılıdır. Müharibə səbəbkarlarını lənətləyirsən. Müharibənin aldığı canlar sarsıdır bütün varlığını. 2001-ci il 25 iyunda Bakının Binə qəsəbəsində dünyaya gəlib Qurbanəli Elşadoğlu. Ailənin ilki olub. Uşaqlıqdan Yunan-Roma güləş növü ilə məşğul olub. Şeir yazıb. Binə qəsəbəsində 1-ci savaşın şəhidləri Rasim Sadıqov adına 136 və Əmir Əhməd Quliyev adına 121 nömrəli məktəbdə oxuyub. Xuraman Cəfərova 136 nömrəli məktəbdə Qurbanəliyə dərs deyən müəllimlərdən biridir. İllərdir məzunu olduğum məktəblə işləyirəm. Yüzlərlə məzunum olub. Qurbanəli müəllimlərin yaddaşında qalan, sevilən şagirdlərdən olub. Çox sakit, mədəni, təhsilə önəm verən, müəllim adını uca tutan ailədə böyüyüb. Özü də elə idi. Sakit, mədəni, çalışqan, dürüst. Onda bir kobud hərəkət görmədim illər ərzində. Üzündə nur var idi. Həmişə o nurlu simasını xatırlayıram. Müəllimin də, xalqın da sərvətli Qurbanəli kimi oğullardır. Sinif rəhbərinin qəfil ölümündən sarsılan Qurbanəli məktəbini dəyişir. 121 nömrəli məktəbdə də şagird kimi kollektivin hörmətini qazanır. Onun haqqında bütün müəllimləri, dostları danışmaq istəyirdi. Uşaq Birliyinin rəhbəri Sevda Əliyeva kövrəlir. Qurbanəli hamımızın sevimlisi idi. Şeir yazırdı. Utancaq olsa da son zəngdə bədahətən şeir deməyini unutmuram. O bizim fəxrimiz olub həmişə. Təşkilatçı Elnarə Kərimova, psixoloq Samirə Rızayeva. Danışdıqca Qurbanəli Quluzadəni görürdüm, elə bil. Sevimli, məsuliyyətli, mədəni, diqqətli, çalışqan. 121 nömrəli məktəbdə Qurbanəlinin sinif rəhbəri olan Əvəz Rüstəmov 1-ci Qarabağ Savaşının iştirakçısı olub. Könüllü özünü müdafiə batalyonunda döyüşüb. 1994-cü ildə təxris olunandan bu günə kimi müəllim işləyir. Vətənpərvər şagirdlər yetişdirib. Onların çalışı qədər ki, hərbi hazırlığına xüsusi diqqət yetirir. Ona görə məzunları həqiqi hərbi xidmət zamanı həmişə fərqlənir, təşəkkürnamələr alırlar. 1991-94-cü illərdə döyüşlərdə olmuşam. Bütün hadisələrin, çətinliklərin canlı şahidi olsam da, məğlub kimi yaşamaq ağır gəlirdi. Özümü günahkar bilirdim. Tez-tez bu haqda danışardıq. Şagird günlərində olan qara işğal tarixlərinə baxa bilmirdim. Çox çətin idi. Bunları hiss edirdi Qurbanəli. Müəllim, narahat olma, o torpaqları biz azad edəcəyik, deyirdi. Əminliklə deyirdi. Səsində, özündə bir inam var idi. O torpaqları azad etməliydik. Şagirdlərimi də, öz övladlarımı da buna hazırlayırdım. 2 oğlum da 2-ci Qarabağ Savaşına yollandı. O da buna hazır idi. Onun qələbəyə inamı məlhəm kimi idi. Elə məlhəm də oldu. 27 sentyabr 2020-ci ildə savaş başlayanda Qurbanəlinin həqqi hərbi xidmətindən düz 1 il ötürdü. Xidmətə gedəndə torpaqları azad edəcəyəm, gedirdi. Torpaqları azad etməyə gedirəm demişdi doğmalarına. Hiss etmişdi qalib olacağını. Füzuli, Cəbrayıl, Hadrutun azadlığı uğrunda döyüşlərdən keçdi igidlərimiz, igid əskərlərimiz. 21 oktyabrda Xocavəndin azadlığı uğrunda gedən ağır döyüşlərdə aldığı qəlpə yarasından şəhid oldu. Elşad Quluzadə. Oğlum sanki müharibə olacağını bilirdi. Əskər getmədən torpaqları biz azad edəcəyik deyərdi. Arada zəngləşirdik. Müharibə başlayanda heç nə bildirmədi bizə. Son danışıqlarımızda elə halallıq istəyirdi. Öz-özümə sual verirəm ki, o niyə bizdən halallıq istəyirdi? Biz ondan halallıq istəməliyik. Nə deyim? Təki şəhidlərimiz bizə halallıq versin. Təki Qurbanəli kimi bu vətəni düşmənlərdən qoruyan oğullarımız çox olsun. Əmisi Xeybərin sözlərinə görə Qurbanəli əskər getməyini səbirsizliklə gözləyirdi. Hazırlaşırdı. Tez-tez, əmi, mən əskər gedim, erməniləri torpaqlarımızdan çıxaracaq, deyirmiş əmisinə. Bilmirəm, hardan idi bu hiss onda.
Müharibə başlayanda da qələbəyə əminliklə danışardı. Deyirdim ki, onları qoymayın bir addım da qabağa gəlsinlər. İrəli nədir? Biz irəli gedirik. Bir qarış da geri çəkilmirik. Hər qarış torpağımızı da azad edəcəyik. Belə olurdu Qurbanəlinin cavabı. Quluzadə Sahib. İndi yanımızda deyil qardaşım. Çətindir. Amma mən onun qələbə sevincli, qürurlu səsini eşidirəm elə bil. Hərbi xidmət zamanında müharibədə də deyirdi ki, əlayam. Bütün torpaqları azad edəcəyik. Sözü bu idi Qurbanəlinin. Gedişim kimi dönüşüm də olacaq. Amma qalib kimi. Elə qalib də oldu. Onun yaşadığı qürur, bax indi güc verir bizə. Ordumuz həmişə belə güclü olsun. Heç vaxt məğlub olmayaq. Amin uşaqlar. Ən böyük arzum budur. Şəhidlər haqqında yazanda dostları, döyüş yoldaşları, müəllimləri, ailə üzvləri ilə söhbətləşməli olursan. Asan olmur. Ən çətin analardır. Nə deyəcəyini, söhbətə necə başlayacağını bilmirsən. Elmira xanım. Çox sakit, sevimli idi oğlum. Bir başqaydı. Hamıya yaxşılıq etmək istəyirdi. Orada təhsilini başa vurandan sonra ali təhsil almaq istəyirdi. Sonra qərar verdi ki, əskər gedim, gələndən sonra oxuyaram. Həqiqi hərbi xidmətini Qusarda keçirdi. O zamandan fərqlənmişdi Qurbanəli. Komandirləri də razı idi, tərifləyirdilər həmişə. Fəxri fərmanlar almışdı. Müharibə olduğunu da demədi, təlimdəyik dedi. Torpaqların azad olunmağını çox istəyirdi. Mübariz İbrahimov onun üçün nümunə idi. Qarabağ hadisələri, Xocalı faciəsi ilə barışa bilmirdi. Elə bil bu savaşa hazırlaşırdı. Dostları da qəhrəmanlıqlarından çox danışır. Həsən